Hər kəs salamlar dostlarım. Bu günlər sizə GTA San Andreas'da necə mod yükləmək olar, yəni Azərbaycan modu yükləmək olar, onu göstərəcəm. Mənim ilk videomda kanalıma dəstək olsanız çox sevinərəm. Yəni modu yükləmək üçün birinci olaraq Google-a girirsiniz. Yazırsınız ki GTA altdan xətt Alpa. Mobilə basırsınız. Birinci gördüyünüz buna basırsınız. Və kanala girir. Girəndən sonra yuxarı atırsınız. Ata gedirsiniz. Bir dənə mən ora gəlim. Videonu təzədən atacağım. Burada dostlar ata gəlsiniz. Qabağınıza belə yer çıxacaq. Oyuna maşın necə vurulur, qara ekran gəlirsə, oyuna çıxmırsa, GTA Online, belə şeylər gələcək. Siz modu yükləmək üçün deməli buradan bunu indirməlisiniz. Burada sizdən soruşacaq GTA San Andreas Azərbaycan modu. Bu sizdə hansı olduğunu bilmək üçün belə eləməlisiniz. Girirsiniz Play Store-a. CPU Z yazırsınız. Yüklə deyirsiniz. Mən özüm üçün bilirəm. Məndə malidir. Siz girirsiniz bura. Burada sizdə hansıdırsa burada da onu yüklürsünüz. Məsələn, məndə malidir. Bunu basıram. Ok. Burada dosyayı indir var. Buna basıram. Dosyayı indir. Mən indirmişəm. Siz bunu indirəcəksiniz. Sonra bir də bilməyənlər üçün modu bir də quraşdırmaq üçün Zarchiver bir də. Zarchiver bu proqramı yükləməlisiniz. Bura girəndən sonra Zarchiver sizin indirdiyiniz burada olacaq. Downloadda. Gördüyünüz kimi buradadır. Bunun üstünə bir dəfə basıb görüntülə deyirik. Bunun üstünə bir dəfə basırıq. Gençliyə də APK-nı yüklüyürük. Belə olacaq. Sonra aça basırıq. Tamam. İzin verə basıb oyunu buradan silib qaydırıq. Burada indir eləyəndə bir dəqiqə güncəlləmə gəlir, güncəlləməyin, yoxsa oyundan atma problemi var dostlar. Yəni indidən biləsiniz, oyundan atma problemi var, onu güncəlləsəz daha çox atacaq. Girirsiniz bura, çoxlu seçin. Göstərim. Baxın. Bura girirsiniz. Sonra 3 nöqtəyə basırsınız. Çoxlu seçin. Deyən onu elədikdən sonra buna basırsınız. Basdıqdan sonra tümünü seç. Sonra dostlar buna basırsınız. Kopyala. Kopyalayandan sonra siz bayaq oynatmışdınız. İndi data deyirik. Comrax'da GTA siz orada oynatmazsınız. Sizdə data gəlməyəcək. Ona görə oyunu mütləq açmalısınız. Sonra yapışdır deyirik sağ altdan. Baxın, mən bayaq bura bastım. Bu altdakı işarəyə bura. Sonra bəli deyirsiniz. Sizdə burada, yəni burada quş göstərəcək. Ona bir dəfə basırsınız, değiştirə basırsınız. Ekrana açıq tuta basırsınız ki, sönməz. Sonra yüklənməni gözləyirsiniz. Yüklənsin gəlirəm. Dostlar yükləndi. Sizdə burada da yükləyəndə şey gələcək. Proqram gələcək, yəni bildirim gələcək ki,
işlem hatalarla tamamlandı. Ama ona nətər deyim, başınızdan atın da, yəni vacib deyil o. Sonra gəlsiz buradan yükləyəndən sonra gördüyünüz kimi oyun buradadır. Baxın dostlar. Belə girdisə oyunu. Belə. Belə elədikdən sonra gəlsiz buna belə. Buna yox. Buna X, yəni bunu eləmirsiniz. Start game. Bunu eləyəndən sonra dostlar. Buna basırsınız. New game'e basın, yoksa en sıfırdan başlayacaq. Yəni sizi load game eləyirsiniz. Load game eləyəndən sonra end offline seçin, ən axırdan sizi başlatsın. Burada mahnı oxuyacaq. Özlər qoyacaq. Yəni mod mənim deyil, başqasının. Gördüyünüz kimi oyun açıldısa deməli oldu. İndi dostlar çıxaq çölə. Çıxandan sonra çölə dostlar. Buradan baxın. Play modu açmaq üçün buradan barmağınızı tutub belə aşağı tərəf çəkməlisiniz. Ortadan. Eləyəndən sonra baxın oyundan atdı. Bəzən oyundan atma problemi olur. Yəni tez olmur. Oyunu ilk dəfə yükləyəndə bir 200 dəfə olacaq. Sonra yəni tez olmayacaq, dayanacaq. Bir dəqiqə açılsın gəlin. Deməli dostlar, oyun açıldı. İndi sonra çıxaq. Sonra çıxandan sonra dostlar, dediyim kimi aşağıdan çəkirsiniz bunu. Aşağıdan Clio mod açıldı, gördüyünüz kimi. Maşınlar falan var. Ben hamısını göstərmirəm. Siz sıra baxarsınız. Yəni Clio modda beləydi dostlar. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm yaxşı oyunlar.